Levəngini bu gün rulet formasında hazır etdim. Çox ləzzətli alındı. Həmçinin görüntü baxımından süfrəyə bir ayrı gözəllik qatmışdı. Beləliklə bizə lazım olan ərzaqlar toyuğun sinə əti, bir baş soğan və bir diş sarımsaqdan ibarət olacaq. Duz istioturlaraq qarışdırırıq. Daha sonra isə soba kağızının üzərinə azacıq dolu yağ əlavə edirik və hər tərəfə yayırıq. Çəkilmiş ətimizi də kağızın üzərinə əlavə edərək yayırıq. Daha sonra isə ətin üzərinə azacıq palçıq turşusu əlavə edirik. Son mərhələ isə ləvəngini əlavə etməkdir. Qeyd edim ki, ləvənginin tərkibi çəkilmiş soğan, çəkilmiş qoz və palçıq turşusundan ibarətdir. Bu şəkildə düzəldirik. Sonda isə kənarlarını möhkəmcə sıxırıq və sobaya göndəririk. Budur hazırdır. Bəyənsəniz, bəyən düyməsini basmağı unutmayın.